Pensiyalarla bağlı mühüm sərəncam imzalandı. Əlavə 640 milyon manat ayrıldı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ilin yanvarın 1-nədək təyin edilmiş bütün pensiyaları Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən 2025-ci il üzrə orta aylıq əmək haqqının illik artım göstəricisinə uyğun olaraq bu il yanvarın 1-dən 9,3% indeksləşdirilməklə artırır. Report xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb. Pensiyalara yanvar ayı üzrə edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödəniləcək. Yəni, pensiyaçılar artıq fevral ayının pensiyasını yeni artımla, habelə yanvar ayının pensiyasına edilmiş artım məbləği ilə birgə alacaqlar. Pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçılara, yəni 1,1 milyon pensiyaçıya şamil olmuş və bu artımlar üçün illik əlavə 640 milyon manat vəsait ayrılıb.